Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri kanalımda. Bugün sizlərlə İzə yayımları 2-ci sinif Azərbaycan dili test kitabından yeni testlər işləyəcək. Əziz dostlar, qeyd edim ki, bu cür videoların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. İndi isə keçək bugünkü mövzumuza. Hərəkətin təsdiqi və inkarı. Hərəkət bildirən sözlər icra olunub olunmadığına görə iki yerə bölünür: təsdiq, inkar. Hərəkət bildirən sözlər hərəkətin baş verdiyi, icra olunduğunu bildirən sözlərə təsdiq feillər deyilir. Hərəkətin baş vermədiyini, icra olunmadığını bildirən sözlərə inkar feillər deyilir. Qaçır, qaçmır. Baxın indi də bugünkü testlərimizə. Artıq test 20-dəyik, 5-ci bölmə üzrə. Baxın birinci testimizə. Hansı cümlələrdə altından xətt çəkilmiş sözlər inkarlıq bildirir? Bu sualın cavabını bilmirəm. Burada var, inkarlıq bildirir, bilmirəm. Baxın, çiçəyimin yarpağı töküldü. Bu axşam qonağımız gələcək. Bu il gəzintiyə getməyəcəyik. Hansı oldu uşaqlar? A bəndimiz. Baxırıq indi də ikinci sualımıza. Aşağıdakı nömrələnmiş sözlərdən hansılar təsdiq mənası bildirir? Baxırıq, böyüyür, qoymur, gəlmək, hazırlamır, alacağıq, sevinmirdi. Böyüyür, gəlmək, alacağıq. Hansı bəndimiz uyğun gəlir uşaqlar? C bəndimiz uyğun gəlir. İndi isə baxırıq üçüncü sualımıza. Cədvəlin hansı hissəsində səhvə yol verilmişdir? Qanatlanır, təsdiqdir. Danışmır, inkardır. Gələcək, təsdiqdir. Uçurtmaq. Uçurtmaq nədir? İnkar deyil. Hansı bəndimiz uyğundur? B bəndimiz və səhvə yol verilmişdir. Baxırıq indi də dördüncü sualımıza. Baxın uşaqlar 4-ə. Uyğunlaşdırın. Uyğunlaşdırağım. Uzanmır. Uzanmır. Baxırıq, inkardır. Görüşdük. Təsdiqdir. Çalışmırlar. İnkardır. Bir dəqiqə. Gələcəklər, təsdiqdir. Hansı bəndimiz uyğun gəldi uşaqlar? B bəndi. İndi isə baxalım 5-ci sualımıza. Hansı bənddə yalnız inkarlıq bildirən sözlər verilib? A bəndə dəyişirlər, bağışlanmır, uçmaq. B bəndə dağılmır, yapışdırma, yarışmır. Elə B bəndimiz uyğun gəlir. İndi də baxırıq 6-cı sualımıza. Baxalım uşaqlar, sözlərin qarşısında təsdiq yoxsa inkarlıq olduğunu yazsaq hansı bənd doğru olar? Uçmur, inkardır. Ötmək, təsdiqdir. Düşünür, təsdiqdir. Asmırıq, inkardır. Hansı bəndimiz uyğun gəlir? D bəndimiz uyğun gəlir. İndi isə keçirik 7-ci sualımıza. Baxın uşaqlar 7-yə. Hansı cümlədəki hərəkət bildirən söz təsdiq mənasını bildirir? A bəndi ad günümə heç kim gəlmədi. B bəndi boş sözlərlə məni yormayın. C bəndi payızda yarpaqlar tökülür. D bəndi əkdiyim toxumlar cücərmədi. Hansı bəndimiz uyğundur uşaqlar? C bəndimiz uyğundur. Baxırıq 8-ci sualımıza. Neçə nömrəli sözlər inkarlıq bildirir? Qorxmur, inkarlıq bildirir. İstifadə etmir, inkarlıq bildirir. A bəndimiz uyğun gəlir. Baxırıq indi də 9-cu sualımıza. Baxın 9-a. Hansı qutucuqlar hərəkətin icrasını yanlış göstərir? Baxırıq uşaqlar. Gözləyir, təsdiqdir, doğrudur. Sulamadı, yanlışdır. Gələcəklər, yanlışdır. Yaratmırıq, inkar doğrudur. Hansı bəndimiz uyğun gəlir uşaqlar? B bəndimiz uyğun gəlir. İndi isə baxırıq 10-cu sualımıza. Baxın uşaqlar, 10-cu sualımıza hansı bənddə təsdiq mənası bildirən feillər verilir? Xəyal qurdu, oyun oynamır, çətin olmadı, sağlam yaşamaq, vaxt ayırdı, uğurlu olmaq, geridə qaldı, yemək yemir. Hansı bəndimizdə uşaqlar? Vaxt ayırdı, uğurlu olmaq. Cavabımız olur C bəndi. Baxırıq 11-ci sualımıza. Hərəkətin icra olunub olunmamasına görə ardıcıllıq hansı sözlə tamamlayır? Soyumamaq, yağmur, yağmır, görmürəm, açmırlar. Hansı bəndimiz uyğundur uşaqlar? C bəndimiz uyğundur. Baxırıq indi də 12-ci, sonuncu sualımıza. Hansı söz təsdiq bildirən sözlər cədvəlinə uyğun deyil? Getmirik. Qalacaqlar, uçmaq, seçdilər, tullanır, görəcək. Hansıdır? Getmirik. Cavabımız olur B bəndi. Əziz dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.